Murada da salamlar. Balayeli. Meyxanaçı Balayeli deyir ki, Sən neyiniz deyir ki Nərmanı oyuna salarlar. Onu biz də neyi deyək? Deyək ay Rəşad Balayeli'ni meydana buraxarlar. Penaltini çıxır. Yəni mən axırda penalti çıxaran Qalatasaraylı Avropada qapıcı. Belə şey olur. 404 olur. İşte Muslera'nın United səfərində çıxartdığı penalti. Qalatasaray ilk 45 dəqiqə ilə Çempionlar Liqasının qalibi olar. Onun o Rabona ilə pası var idi keçən həftə Premier League-də. Spama vermişdi. Bu adam hər yeri Messini soxmalıdır. Mən Messi'ni heç görməmişəm. Güc yozlaşdırır, mutlaq güc mutlaka yozlaşdırır. Hər kəsə salam. TikTok onlayındasınız. 15-ci Playmaker-dan qarşınızdayıq. Enerjiki, amma nə qədər xoşbəxtlik sual altındadır. Bütün bunlara rəğmən videonun başındaca bu abunəlik, like məsələlərini həll eləyək. Başlayaq. Kimlənik? Nurani, nur üzlü, sevimli insanlarla, Cavidlə, Rəsulla. Necəsiniz dostlar? Sağ ol Nihat, yaxşıyam. Sən necəsən? Mən də yaxşıyam. Sən necəsən? Nə qədər yaxşı olmaq olarsa. Çox sağ ol. Həmin o əfsanəvi ilin, əfsanəvi çempionluğun formasıdır. Ağılara məni görən kimi Edin Dzeko gəlir təbii ki, hamıda. Gəlin belə danışaq da. Biz normal şərtlərdə birbaşa məsələyə girirəm. Çempionlar Liqasından danışırıq. Neçə həftədə Qarabağdan danışırıq? 3 ayda Qarabağdan danışırıq da Çempionlar Liqasında. Var, 3 ayda danışırıq. Hər dəfə Qarabağ hər hansı bir nəticə almasından asılı olmayaraq biz onun haqqında müsbət danışmışıq. Napoli məğlubiyyətindən sonra və Bilbao məğlubiyyətindən sonra belə. Amma son oyun bu kateqoriyaya aid deyil. Gəlin belə danışaq da, yaxşı gündə pis tərəflərimizdən danışmasaq, bu pis gündə bizi daha da bərbad vəziyyətə sala bilər. Qarabağ Ajaxa niyə uduzdu Rəsul səncə? Nə idi bizim problemimiz? Yəni bu gün tənqid eləməliyik məncə. 100% eləməliyik. Şeylər düzdür var, amma biraz tənqid tərəfdən baxaq. Təbii ki və bir çox insan da fikirləşir ki, bu Qarabağ zaten bura qədər gəlib bu uğurdu, biz indi durub bunu niyə pisləyək falan, amma tamam da bura qədər gəlibsə, davamını da göstərməlidir. Və bu birbaşa olaraq Qurban Qurbanovun səhvidir. Yəni başqa bir açıqlaması yoxdur. Heç bir oyunçunun fərdi özəlliklərinin və ya rəqibin güclü olması, rəqibin məşqçisinin taktiki gedişləri falan rol oynamır. Birbaşa olaraq həm oyun əvvəlində, həm oyun içində və həm də oyun sonrası röportajda belə Qurban Qurbanovun səhvidir. Əsas heyətinin oyunçuları zədəli, Çempionlar Liqasında 0 xalı olan, bütün oyunları uduzan, başlarında bir məşqçi olmayan və 5 oyuna 1 qol vuran və ümumi oyun ərzində cəmi Biabırçılıq. 20-25 dəqiqə maksimum oynamış bir kluba qarşı uduzmuşuq. Və bu biabırçılıqdır. Onda ki belə danışaq da, əslində sənin bu mənfi tiradından da yenə müsbət bir şey çıxardasa olsaq, biz Ajax məğlubiyyətini biabırçılıq deyiriksə, bu belə artıq bizim gəldiyimiz nöqtənin işarətidir ki, Qarabağ bizi artıq müsbət nəticələrə öyrəşdirib. Sənə bir pas atmaq istəyirəm Cavid. Bax, Ajax məktəbidir, mədəniyyətli, super klubdur, heç bir etirazımız yoxdur. Amma nəticədə Ajax o məktəb mədəniyyət dediyimiz 20 yaşlı uşaqlarla oynayırdı da. Amma Qarabağda professional peşəkar futbolçulardır və təcrübəli məşqçisi var. Məncə Qurban Qurbanov o Qrimdən yaxşı məşqçidir də kağız üstündə. Bəli. Səncə nə idi ilkin təəssüratların məğlubiyyət barəsində? Məğlubiyyət yaşadıq. Birinci dəfədir ki, bu Çempionlar Liqasında həqiqətən məyus oluram. Bu qədər məyus olmamışdım. Mən stadionun içindəydim, oyuna baxırdım. İlk məyus olduğum şey 12-ci azarkeş deyirik. Yəni biz Ajax azarkeşləri bütün Tofiq Bəhramovu susturmuşdu. Yəni ən qıcıq olduğum nüanslardan biri bu idi. İkinci məsələ, oyun başladı. Oyunu çox qəşəng başladıq. Rəsul deyir ki, Qurban Qurbanovun əvvəli, yəqin start heyəti demirsən. Məncə start heyət yaxşı idi, gözlənilən idi. Birbaşa olaraq. Müəyyən şeylərdə dəyişiklik etmək olardı. Zubirin ortada oynaması, yəni son 2 oyunda ortada oynayır. Niyəsini hələ də başa düşə bilmirəm. O sol cinah hücumçudur. Onun ortada bir işi yoxdur. Bu birinci məsələ. İkinci məsələ, oyunu çox qəşəng idarə edirdik və qabaqdaydıq. 65-ci dəqiqəyə kimi hər şey qaydasındaydı. Və heç vaxt erkən əvəz etməyən Qurban Qurbanov nəsə ağlına gəldi ki, oyunda əvəz edim. Özü açıqlama verdi ki, bəs tamam yorulmuşdu, Kamilo Durandan söhbət gedir. Amma yenə də məncə daha yaxşı, daha effektiv əvəz etmək olardı. Və ona görə də oyunu verdi, öz oyunumuzu verdi, qalib oldum, üstün olduğumuz oyunu verdi. Ajax yenə deyirəm, birinci time yox idi. İkinci hissədə artıq o, belə deyək də, hissiyat yarandı ki,
müəyyən mövqe var. O mövqe yarım müdafiədir. Xüsusilə Yankoviçdir. Oradan keçidlər eləyə bilərik. Vurduğu 2 qolun ikisi də Yankoviçi keçəndən sonra qapıya vurulan qollar idi. Yankoviç pres altında oynaya bilmir. Bunu bilirik. Amma bu qədər də asan keçilməli deyil. Bəs rol bölümü eləyəsi olsaq da, məsələn indi yarım müdafiə ikilimiz üçün Bikalyo ilə Yankoviç idi. Da Kadizədəlidir, başqa bir alternativimiz yoxdur. Kadinin olmaması da özünü göstərdi. Bu registrar roluna Yankoviç verilir. Səncə odur xəta? Bikalyonu atmalıyıq ora? Bikalyonu yoxlamaq olardı. Məncə Bikalyo da orada uğurlu olmayacaqdı. Çox ideal Kadi öz rolunu edirdi. Yəni qara işlərin hamısını Kadi görürdü. Amma Kadi yoxdur, zədəlidir. Mantieli oynada bilərdi. O da düzdür, çox da registr rolunda oynayan deyil, amma yoxlamaq olardı ən azından. Yankoviç yox idi orada. Onda Rəsul səndən belə danışaq. Normalda Qurban Qurbanovu biz belə çox reaksiyasız, hətta ən uğurlu anlarında belə hissiyatsız bir mütəxəssis kimi görürük. Amma özəlliklə sən demiş oyunun əvvəli, oyun anı və oyun sonrakı müsahibələri. Biraz şey görmədin, biraz üstdən baxma, biraz yavaşdan ego. Sanki elə şeyləri var idi Qurban Qurbanov. Biraz onlarda sezdim və biraz belə elə bil ki, yəni zaten Qurbanov böyük məşqçidir və Əlbəttə. Azərbaycan tarixinin ən güclü məşqçisidir. Yəni zaten bir ayaqsı uduzmaqla onu komandadan göndərməyəcəklər və ya Təbii ki. deyəcəklər sən get falan da. Biraz o müsahibəsində mən şey gördüm ki, özünü qorumağa çalışdı. Bir növ özünü kənara çəkdi ki, mən də bilmədim niyə belə oldu. Yəni biz belə oyundan zövq alırdım falan, niyə belə oldu bilmədim. Yəni sözlərindən bu başa düşülürdü. Yəni özünü qorumağa çalışdı və komandanı bir növ oda atdı. O da atdı da. Seçdi. Dəyişikliklərlə bağlı xətalı olduğunu düşünürsən? Dəyişikliklərlə bağlı 100% xətalar var idi. İlk olaraq Nərman Hamının Leandra. məşhur Qurban elan Məndə etdiyi yox, Nərman. Nərmanın özünə, şəxsinə yox, Nərmanı oyuna salan hocanın bildirmək istəyirəm səhvini əsas ki. İlk olaraq Nərman oyuna girdi Leandro Andrade'nin yerinə. Daha sonrasında keçdi Duranın mövqeyinə və həmin mövqeyə Kaşuk girdi. Və bu Kaşuk zaten əvvəldən girə bilərdi də. Bu elə Kaşukla Andrade əvəz etməsi olunardı. Aha. Oyun birbaşa olaraq pozulmazdı. Yəni pis və ya yaxşı, yəni Cavidin də qeyd etdiyi kimi Zubirin ortada oynaması zaten səhvdir. Tamam. Oyla belə uduruq da, yaxşıdır vəziyyət. Oyla belə sən oradakı sistemi bir də dağıdanda, artıq zaten Yankoviçin belə deyək ağırlığı, Zubirin ortaya kömək etməməsi və Zubirin olmamasından Elvin'in də yaratdığı boşluq, çünki Elvin də oyunda yox idi. Çünki Elvinlə Zubir bir tandemdilər, birlikdədilər və biri olmayanda artıq ikincisi də onu eləmir. Və buradakı Elvində də səhv ondadır ki, daha doğrusu yəni Elvinin zəif olmasına səbəb odur ki, Adday da Zubir qədər Elvinə kömək eləmir. Adday daha çox qabaqda qalır. Bir də Adday Elvinin Zubir Elvinin önünü açır deyə. Hə. Zubir ortaya girir, Elvin kənardan Bəli, gedə bilir. bəli. Adday isə özü cinahdan gedə bilər. Yəni zaten bu qədər belə qarışıqlıq var və sən də durub orada Nərmanı salırsan 5 dəqiqə sonra Nərman keç bu yana falan daha da qarışır oyun bir-birinə və əvəz etmələr də birbaşa olaraq səhv idi deyə düşünürəm. İkinci səhv isə Tural daha tez girsin də oyuna. Elvin çatdırmırdı. Adam tamam çox super oyunçudur. Çempion Liqasında ilk dəfə ən yaxşı oyunçu seçilmiş Azərbaycanlıdır, amma nə olsun ki da çatdırmırsa bunu çıxarmaq lazım və Turalda deyim ki, aralarında dağlar qədər fərq var. O qədər də yoxdur. Yəni ən azından bu adam belə deyək, Duran və Nərman qədər o azarkeşlərin düşüncəsi və Duran və Nərman ya o qədər bir fərq yoxdur da bunların arasında. Oynasında Tural. Həm də Lənkəranlı balasıdır. Lənkəranlılara salamlar. Onda gəl o məşhur sualı biz də verək də Caviddə. Cavid bu məğlubiyyətin qurbanı olaraq, ön plana çıxan bir insan olaraq Nərmanı seçirikdi. Biraz Nərmandan danışmaq da gündəm olub da ya da asan yol seçmək olub da. Asan yoldur. Çox asan deyil Nərmanı günahlandırmaq. Belə bir şey deyim. Mən müəyyən qədər Nərmanı da qoruyacağam, amma bir etirazım da var, onu da bildirəcəm. Oyunda məğlub olma səbəblərini bayaqdan açıqlayırıq. Onlardan biri də Nərmandır, amma tamamilə Nərman deyil. Yəni çünki Nərman 11-lik bir heyətin bir oyunçusudur və hücumda oynayan oyunçudur. Hücumda nəsə yaratmamağı tamam problem idi. Sən istedadlı olmaya bilərsən. Sənin ayağın hətta top da tutmaya bilər. Sənin burada nə işin vardı deyə bilərlər. Tamam. Amma sən bir atletsən. Düzdür, idmançısan. Və bir idmançının etməli olduğu şey qaçmaqdır. Sən niyə qaçmırsan? Sən 60-cı dəqiqədə oyuna girmisən, hamı qaçır, hamı yorulur, hamı əziyyət çəkir. Tamam. Və sən də qaça bilərsən. Bariz bir nümunə deyəcəm. Konrad Laimer. Bavariyada oynayan istənilən mövqedə oynayır bu arada. Biz deyək ki, cinah müdafiəçi, Avstriyalı yarım müdafiəçi. Eynən, yarım müdafiəçi. Konrad Laimer bir dənə də futbolla bağlı yeteneği yoxdur. Amma axıra kimi oynayan, qaçan bir oyunçudur.
Başqa bir nümunə Goretzka da ola bilər Bavariyadan. Yəni bu oyunçuların o komandalarda oynamaqların bariz bir əsas səbəbi Mübarizə. onların mübarizəsi də onların davamlı şəkildə qaçmalarıdır. Onlar bir funksiya oyunçulardır. Nərmandan biz yeteneği gözləmirik. Nərman da funksiya oyunçu ola bilər. Düzdür? Lakin yəni bilmirəm ona əvvəlcədənmi deyilibmi sən qaçmırsan, mövqe tutursan. Yəni adam qaçmırdı, həvəssiz idi. Mən oyundan sonra dedi ki, mənim təzyiqi var idi. Abi 2 ildir sənin təzyiqi var onsuz da. Və sən futbolçusan, bunu seçmisənsə sən təzyiqə dözməlisən. O qədər oyunçuların təzyiqi var. Tamam, bəziləri qırılır. Sən niyə qırılmalısan? Yəni belə məsələlərə görə mən onu əslində tənqid eləyirəm. Qaça bilərsən. Heç nəyə vura bilmə, əyri vur. Adday da ideal 10 nömrə bir dənə epizod var idi. Pas vermədi, vurdu. Yəni Adday da onda qınayaq. Belə baxanda sənə görə uduzduq. Birində vuracaqdım, ayaq sönəcəkdi. Xeyr, elə deyil. Amma yəni qaçmaq vacib nüanslardan biridir. Onu etmədiyinə görə mən onu bəli qınayıram. Qınayırsan, okey. Bəs Rəsul səncə Nərman bəlkə o qədər istedadlı, ya da o mübariz bir oyunçu deyil. Biz onunla bu qədər gözləntimiz yüksəkdir. Nərman 8 yaşından futboldadır. 8 yaşından hətta desən Qarabağdadır da artıq. Yəni futbolu bilir. Futbolun içindən gəlir. 8 yaşından ən azından futboldadır. O Xəzərlənkər dağıldıqdan sonra Rəşad Sadıqov onu seçib götürüb komandaya. 21 yaşı var bu oğlanın, bu uşağın. Ya məncə bu insanların Nərmana qarşı təhqir, tənqid bildirmələri hardasa düz deyil. 21 yaşı var, oyunçunu qorumaq lazımdır ki, oyunçu özünü göstərsin. Çünki taktiki olaraq Qarabağa uyğun bir oyunçu deyil Nərman. Məqsəd odur ki, Nərmanı Avropaya satmaq, yaxşı qiymətə satmaq və ya karyerasını işıqlandırmaq. Burada ən asan olan Nərmanı söyməkdir, təhqir eləməkdir, tənqid eləməkdir. Amma baxanda görsən ki, adam doğrudan da 21 sən düşün ki, 21 yaşın var. Çıxmısan oyuna, ayaqsan oyuna və elə oyundur ki, sən utsan oyunu, tutaq ki, Qarabağ utsa, artıq play-offdan danışırıq da biz. Bu qədər təzyiq var sənə və bundan əvvəlkilərdə də sənə tənqidlər var və tamam sən belə deyək ki, öz məşqçini səni qoruyur, amma yenə də sənə təzyiq var ölkə olaraq. İstər-istəməz adam həyəcanlanır. Və orada əsasən 4-cü qoldadır da, hansı ki, itirdikdən sonra həmin hücum gəlir qol olur. Və əslində itirdikdən sonra adam birincisi itirir qapının ağzında topu. İtirdikdən sonra belə deyək ki, sürüşür və topu qazanmış fason oluruq, amma yenə itirdik. Buradakı səhv arxaların olmamasıdır ki, dayaq, müdafiə, bu adamlar buradan gəlirlər, öz qapılarından 2 pasa gəlib qol vurdular və bu Nərmanın səhvidir, bu səhvdir, bu Nərmanın səhvidir, bu komandanın səhvidir ki, hücumçu zaten yoxlamalıdır, top itirməlidir, nə bilim, keçməlidir, udar vurmalıdır, bir şey eləməlidir, top itirməyi asan bir şeydir. Çünki rəqibin cəza sahəsində da belə deyək, Cərimə rəqibin meydançasındadır. Oyunda bəlkə də ən az qınanılacaq şəxslərdən 4-cü şəxs Nərmandır. Nərmanın onda sən mübarizə aparmadığına inanmırsan da, elə bir tənqidi verəməyək də ona. Ya da ki belə danışaq da onda, amma bu qədər göz önündəsən, bu peşəni seçmisən, Azərbaycanın ən çox təzyiq olan futbol klubunda oynayırsan. Əgər problem yapırsansa get mental dəstək al da. Araujo kimi. Araujo mental dəstək almır deyəsən olur. Başladı. Alsa belə oynamaz. İndi başlayır. Bəli, Araujo Barcelona'dan şey aldı. 1 aylıq bir dənə break aldı. Və yəni Fasilə aldı. məşqçi də özüm biz də Barcelona'ya keçirəm. Məşqçi də çıxıb mətbuat konfransında dedi ki, bəs Araujo'nun psixoloji problemləri var deyə biz ona şey eləyək. Yəni məşqçi mən burada göstərim səbəb odur ki, komanda və məşqçi oyunçunun arxasında durdular ki, oyunçunun problemləri var, biz ona icazə verdik, getdi. Həmçinin Chelsea-nin məşqçisi olduğu zamanlar Jose Mourinho bir oyunda uduzmuşdu və oyun sonrası müsahibədə ona suallar verdilər arda-arda və adam heç bir suala cavab vermədi də. Adam orada hətta bir dənə sözü idi, unutmuşam nəsə. Yəni deyirdi ki, deyəcək bir sözüm yoxdur. Hər sualı verirlər, deyəcək bir sözüm yoxdur, deyəcək bir sözüm yoxdur. Özünü atırdı komandanın qabağına, özünü atırdı oyunçuların qabağına ki, mənə gəlsin. Hərçənd ki, Mourinho elə insan deyil normal olaraq, amma elə davranır. I have nothing to say. Nothing to say about the game at all. Nothing to say. Nothing to say about the Lucas decision that left him on the pitch. Nothing to say. I have nothing to say. The Costa clash. I have nothing to say. I'm so sorry. I have nothing to say. Məncə burada yenə də bizim sərgiləməli olduğumuz hərəkət budur ki, Nərmanı qorumalıyıq. Yəni adam daimi olaraq oynayıb və daimi olaraq da qaçıb işləyib. Tamam, bu barədə qaçıla bilərəm ki, bu oyunda az qaçdı. Amma tək ona da görə deyil. Adam tək vacib oyunda az qaçdı. Tək vacib oyunda az qaçdı, bəli. Çox vacib oyundu bu. Məsələn, az qaçdın, bəli, rəqibin cərimə meydançasının içindən öz qapıya bəli get çatdın, amma həmçinin sənin də yanında Elvin də sənlə bir yerdə oradan gəlir belə arxadan. Burada yəni tamam sənin də günahın var, amma Elvin də günahı var da burada əsas ki, Elvin tamam ki burada belə danışaq da onda. Okey, Nərmanı tənqid eləyək tam. Nərman çox pis oynadı. Yəni qaralayaq onu.
Amma Qurban Qurbanova mətbuat konfransında mən bilmirəm Nərimana nə deyim, heç bilmirəm nə oldu. Futbolçunun bu tərzdə yanaşmasına necə baxırsan məşqçinin? Yəni məşqçi də orada düz ifadələr işlətmədi fikrimcə. Yəni orada bildirdi ki, daha yaxşı oynaya bilərdi. Və sonra dedi ki, mən nə desəm, tərəfdaşlara qarşı əks çıxmış olacağam. Niyə belə bir şey deyirsən? Orada əslində bəlkə də fikrində tutduğu odur ki, mən Nərimana nə deyə bilərəm ki, Mən adam Nərimanı oynadı, qorumaq istəyirəm. adam oynadı, amma bir söz desəm azarkeşlərə qarşı çıxaram. Bunu bəlkə də tam belə demək istirdi. Sadəcə mətbuat qarşısında vergülə qədər olan hissə də cümlə sayılır da. Sən artıq dedin ki, mən bilməm Nərimana nə deyim. Vergül dağılında, amma orada artıq nöqtə qoyuldu. Mən bir söz hər yanda yazıldı ki, mən bilməm Nərimana nə deyim. Oyunçunu atdım birbaşa yanar oda da. Bu adamın yəni şey deyil də, biz baxanda, araşdıranda digər oyunçuları falan və əvvəlki vaxtları tapşırılmış oyunçularımız çox olub maşallah. Aha. Amma bu adam Bəlkə də indi də var. bəlkə də indi də var. Amma Nəriman məsələn bu yaxınlarda hətta atası deyəsən bu gün ya dünənləri çıxdı danışdı da ki, şeydə öz ailəsi haqqında məlumat verdi, belə danışdı, göstərdi ki, yəni biz Lənkərandan çıxmışıq, burdayıq və heç kim tapşırmayıb da Nəriman. Nəriman öz Rəşad Sadıqov gəlib onu seçib və qalıb. Təbii ki, əsas heyətdə qalmaq üçün bir oyunçunun oynamasından da əlavə edəcəyi şeylər var ki, burada şəxsi keyfiyyətlər, yumşaq bacarıqlar kimi özəlliklər də olur. CV-nizi göndər. CV-nizi göndərib dəyərləndir. Amma yəni Nəriman yazıqdır da. Mən ona bir yana yazıq oldum ki, bütün Azərbaycan mediası, futbolu bilən, bilməyən, aparıcı, hər kəs çıxıb deyir ki, İlqar sən nə edirsən? Balaəli. Meyxanaçı Balaəli deyir ki, Sən nəyinizə deyir ki, Nərimanı oyuna salarlar. Onu biz də nə deyək? Deyək, ay Rəşad, Balaəlini meydana buraxarlar. Bizim bax 21 yaşı var. 21 yaşında başqa alternativ oyunçumuz var bizim hala. Sənin ağlına gələn bir Azərbaycanlı oyunçu var 21 yaşında. Azərbaycanlı oyunçu olmalıdır. Hada? Ya alternativ mütləq Azərbaycanlı oyunçu olmalıdır. Öz millətimizdən. Yəni bizdən var çıxan kimsə 21 yaşında bu dəqiqə. Yoxdur. Deməli bizim keyfiyyətimiz Nəriman qədərdir də. Bizim oyunçu keyfiyyətimiz Nəriman qədərdir. Tamam. Ona görə bacardığı da budur adamın. Neyinə? Çox gərgin tonlarla başladıq danışırıq. Qarabağ bizi bu qədər heç məyus eləməmişdi heç həqiqətən. Yəni mən əslində Qarabağın oyunundan, bilirsən necə, kim olursansa ol və rəqibin kim olursa olsun, önə keçdiyin matçı verməməlisən. Yəni bu qədər öndə saxladığın matçı və özəlliklə rəqibin də turnirin outsideridir. Sən bu rəqibə neçə müddət uduzursan, bir şey gözünə baxır, keçən ilin qisasını alacaq falan. Vekorsda yoxdur. Vekorsda yox. Yəni 5 oyuna 1 top Tofiq vururlar. Bəhramov dağılacaq. Tofiq ona dağılırdı. Tərsinə dağıldı Tofiq Bəhramov. Özəlliklə azarkeşlərin də mentalının vəziyyəti yaxşı deyildi deyirsən. Yəni Ajax azarkeşlərin səs-küyü Yəni stadionda bizim azarkeşlərdən oyundan sonra ağlayan da var idi yəni. Gör oyun necə məyus eləyir. Həqiqətən. Amma mənə daha çox məyus edir həqiqətən Qurban Qurbanovun bu oyundan sonrakı halı idi. Yəni ilk dəfədə məğlub olur. Oyuncu bilmir necə reaksiya versin. Çünki Napoli ilə Bilbaonu məğlubiyyət saymayaq da. Bu oyunu biraz o da üstdən baxdı Ajaxa. Yəni biz hələ Ajaxı üstdən baxacaq səviyyədə deyilik. Təbii ki. Adamların yəni cəzasını verdilər. Verdilər, Anında həqiqətən. verdilər. Biz bunu hər dəfə Türk futbolundan öyrənirdik də bu məsələlər ki, öz liqamızda əla oynayırıq, amma Avropa başqadır. Avropada cəzalandırırlar. Kiçik bir səhvdən belə onlar nəticəyə gedirlər. Yəni Azərbaycan klubu ilə bunu yaşamaq daha belə acı verici bir halına gəldi. Nəysə, yox bir şey olmaz. İnşallah ki, növbəti Frankfurt oyununda nəticəni alıb play-offa gedər Qarabağ, amma bu məğlubiyyəti unutmamalıyıq. Əsla inşallah ki, lazımi dərsləri də çıxardarıq. İndi keçirik növbəti oyunumuza. Biraz Monaco Galatasaraydan danışaq. Cahilin keyfiyyətinə gəlir. Bir gün geçsin. Monaco Galatasaray oyunundan danışaq. Nə danışaq Monaco Galatasaray Siz oyunundan? necə hər oyun bir dənə rekord qırmağı bacarırsınız. Bir rekord Sağ olun. Aha, yeni rekordlar var. Yeni rekord gəldi. Birinci dəfədir ki, bir qapçı əvəz etmədən oyuna çıxaraq ən tez qol buraxan qapçı oldu. Təbrik eləyirəm. Təbrik eləyirəm. Təbrik eləyirəm Galatasaray sizi. cəmiyyəsinə. Bəli. Təbriklər. Günay halal olsun. Halal olsun. Bax, oradakı səhv nədir? Bəlkə də onun da yeri Oradakı mətbəx. səhv bir bax sən oyunçusan. Futbolçunun məşqçi ilə, hakimlə polemiyə Orada nə girməmək, baş danışığa verdi? girməmək. Mən də yəni nə baş Orada versə nə baş verdi, bəy? Adam axır orada. Adam istəyi nə idi? Adam səni belə göstərir əli ilə ki, adam sonda əli ilə göstərir ki, gir oyuna görəcəksən. Və girdi oyuna qol oldu da. Və ya gördün, yəni girmədə bu oyuna sən var. Nə deyir desin də, sənin öz məşqçin var, Okan Buruk. Get ona de. Onsuz da Paconioli'nin məqsədi oyuna girmiş və soyuq oyunçunun konsentrasiyasını itirməkdir. Özü Çox da Uğurcan ideal əla elədi. oynayırdı. Uğurcan
penaltini çıxır. Yəni mənim axırıncı penalti çıxaran Qalatasaray Avropada qapıcı. Belə şey oldu. 404 oldu. İşte Muslera'nın United səfərində çıxartdığı penaltı. Nani penaltı. İllər əvvəl. Yəni Uğurcan bu qədər əla performans göstərərkən Pocognoli bir də o məşqçi bu arada Monaco keyfiyyətsiz komandadır. Təbii ki. Galatasaray çox rahat udmalı idi bu oyunu. Çox rahat tutmalı idi. Məşqçinin artıq belə şeylərə əl atmasının səbəbi bu idi. O gördü ki, öz komandası bacarmırdı. Mən başqa şeylər eləməliyəm. Bir də yaşda cavandı. Artıq gördü ki, tüşlər də emosionaldır. Günay belədir. Aynen. Səncə taktiki bir hərəkət idi, səbəbi ideal. Günay idi. Yox, tamam, təbii ki, Günay deyildi tamamilə. Amma bir nömrə səbəbi Günaydı. Xeyr, yəni orada birbaşa olaraq, yəni orada nə baş verdi? Uqlavoy oldu, küncdən zərbə oldu. O küncdən zərbədə pozisiyalarını itirdi oyunçular, müdafiə oyunçuları. Məncə qol səhvi Günayındır. Qol səhvi 100% Günay da orada Günayındır. daha yaxşı oynaya bilərdi. Oyun birbaşa Okan Buruk'un səhvidir. Birbaşa olaraq. Yəni birinci taymla ikinci taym arasında bu qədər fərqin olduğu oyun. Mən bir dənə Juventus Real Madrid oyununu xatırlayıram. İsmail bəy də burada qonaq olanda bildirmişdi xatırlayırsansa. Həmin oyunda İsmaillə verilişimizdə izləyin. İzləyən Aşağıda linkdə var. və İsmail bəy orada qeyd etmişdi. Deyəsən ya taymdaydı, ya da uzatmalara gedəndə oyun. Daniel Alves'lə Bonucci dava eləyirlər həmin o fasilədə. Və ondan sonra ikinci taym artıq oyuna girəndə komanda dağılır. Artıq istər-istəməz mənfi mənada və komanda pis günə qalır və Real Madrid oyunu udur və daha sonrasında təbii ki Daniel Alves Bonucci-ni ikisini də göndərdilər hara gəldi. Biraz elə bir ağlıma o gəldi ki, bunlar niyə belə dağıldılar? Okay, onda da belə deyək də, sən görməmisən belə bir komanda. Amma mən çox görmüşəm belə komandanı. Mən bir həftə qabaq Samsun oyununda da bu komandanı görmüşdüm. Ondan qabaqki Saint-Germain oyununda da bu komandanı görmüşdüm. Ondan qabaqki Bodo Glimt oyununda da bu komandanı görmüşdüm. Biz bu komandanı nə qədər görəcəyik? Yəni Galatasarayın 60 dəqiqəlik, 70 dəqiqəlik nəfəsi də yoxdur artıq. Sadəcə Galatasaray ilk 45 dəqiqə ilə Çempionlar Liqasının qalibi olar. Çox qəşəng. Elə bir oyunu var. İkinci tam prosto bir Rubinlikdən işıq pulu gəldi birdən-birə. Evdə kim var? Heç kimi yoxdur. Okan Buruk gel gizlən. Okay. Normalda Okan Buruk'u tənqid edirik də. Tamam. Bu məğlubiyyətin səbəbkarı Okan Buruk'dur. Bəli. Tamam. Okan Buruk'dur bu məğlubiyyətin səbəbkarı. Yoxsa başqa şeylərin var? Yəni müdafiə də günah gəlir. Sən əgər Uğurcanı tərifləyirsənsə, burada bir dənə problem də var əslində. Niyə tərifləyirsən? Çünki qapıya çoxlu zərbələr gedirdi. Yəni problem budur. Niyə zərbələr gedirdi? Bu sual buradan başlamalıdır və onun cavabı tapılmalıdır. Amma ki belə danışaq da, Okan Buruk neynəsin ki, Lemina zədəlidir, Singo zədəlidir, Jakobs tam deyil. Transferləri düzgün eləsin. Yəni bunu dedik də tamam. Eren Elmalı şeydən cəza alır. Necə təxmin eləsin onu? Oyun mərcə oynamaqdan. Məsuliyyət orada məsuliyyətli şəxsdir. Yəni hal-hazırda tamam transfer yoxdur. Transfer yox. Bax Okan Buruk orada o komandanın məsuliyyətli şəxsidir. O komandada məsuliyyətli olan şəxsdir. Tamam. Və bir problem olanda birbaşa olaraq onun ayağına yazır. Ya Eren Elmalı qumar oynayıb, o biri zədələnib falan, okey. Amma yenə də səndən istəmədilər də bunu. Sən əgər Osimheni gətirmisənsə 75 milyona, başa düşdün? Və sən deyirsən çox udar gəlir. Real Madriddə Casillas bildirmişdi, biz hücum eləyən komanda sənə çox udar gələcək. Mən uşaqda deyiblər, bunu Casillas demişdi. Özünə oturmuşduq, nerede oynayırdı? Burada Casillasa salamlar. Murada da salamlar. Sən heyətində Osimhen, Sané, Gündoğan, Barış Alper varsa, Osimhen var idi. Bilməm, bu da bir sualdır. Osimhen var idi. Mən görmədim. Elə deyirlər. Elə deyil. Mən görmədim. Yəni bu 4 oyunçu varsa, Barış nisbətən tamam fizikinə görə oynayır, amma digərləri əsasən hücuma odaqlı oyunçulardır. Oyunu idarə edib hücuma gedənlər. Və təbii ki, bu komandanın əsas nəzəri və Monaco da fiaskodur. Yəni yadında qeyd etdiyi kimi. Komanda deyil amma. Komanda deyil. Yəni orada onların zaten məqsədi olmalı ki, biz gedək gol vuraq. Bizim zaten avarajımız var oradan Liverpooldan. Gedək gol vuraq. Gedək yəni daimi olaraq hücum eləyək və onlar əmin olmalıdırlar ki, qapıçıları, müdafiəçiləri orada sığortalayacaq. Yəni burada qapıya udanın gəlməsi normaldır və zərbənin gəlməsi normaldır. Amma yəni Monacodan da yoxdur. Bu qədər də zərbə yoxdur. Balagun 4 dənəsini rahat vura bilərdi. Maldır çünki vuramadı. Normal hücum. Onlarda Osman olsaydı 6-0 falan olardı. Yəni ikinci time nəzərən deyirəm yəni. Yəni sən savunursan, Rəsul savunur ki, bəs hücuma gedirsə qapıya top buraxmağı normaldır. Mən də deyirəm Monacodan buraxmalı deyil yenə də. Buraxarsan bir dənə, iki dənə də. Yəni bu qədər də yoxdur. Sən hətta onu da eləməsin. Adamlar kombinasiyalar edirdi. Ayağın arasından buraxırdı ki, o birisi vursun falan, aya vururdular. Yəni sən buna imkan verirsənsə, sən necə özünə top komanda deyirsən, komanda sayırsan. Burada bəs Abdülkerim Davinson ikilisinin xətasıdır bu, yoxsa o tək onlar deyil, amma onlar da Davinson yaxşı oynadı, xeyr. Davinson oynamadı. Amma Davinson yaxşı oynamırsa günah Okan'da deyil. Yəni Okan oldu. Okan. Okan'da birbaşa olaraq Okan'da. Onsuz oyunçular yox, neynəsə Davinsonu salmasın. Başqa funksiya versin.
Bəlkə həqiqətən planlamanı səhv qurub Galatasaray. O Biz niyə heç belə nə planlamanı dəyişə bilərdi təbii Bax, ki. oyunda şeyə baxdım, oyun sonrasında oyunçuların qaçması. Oyundan sonra qət elədiyi məsafələr? Qət elədiyim məsafə. hə nə qədər Qalatasarayda az idi. zaten həmişə az olur. Ha bax məsələn bu da Həmişə problem. az. Qarşıda niyə azdı ki? Və Çünki- qarşındakı Liverpool deyil də. Çünki Qarşındakı yaşlı oyuncularla oynayırlar. Eintracht da deyil. Eyni şey Interdə də var, Monaco az da. qaçırlar. Yo, Yaşlı oyuncusan da sən. Yox, Maksimum. yaşlı oyunçu olması ayrıdır da. Məsələn Hakan Çalhanoğlu da yaşına görə yaşlıdır, amma ən azından özünün maksimumunu verə bilir. Burada Yox, artıq heç. komandanın, Qaçmaqla sənin verir də əlində olan söhbəti. komandanı düzgün istifadə edə bilməməyin də var. Sən Osimheni, Sané doğrudan əla oynadı. Sana əla oynadı bu arada. Ha, Sonra Gündoğan müdafiəyə də gəlirdi, sönmüşdü. hücuma da Ha, gedirdi. Gündoğan söndü biraz. Gündoğan, Osimhen söndü. Heç yəni yox. Osimhen idi zədəli. oyunda. Zədədən tam qayıtdı. Osimhen zədəlidir, amma buradakı problem Osimhen zədəli olması deyil. Sən bilməlisən ki, sən Qalatasaray ən vacib oyunçuları, 2 dənə vacib oyunçusu Osimhen Leminadır. Aha. Ha, 1-2 budda yəqin ki. Təbii ki. Etirazım var. Məncə Osimhen Leminadır. Osimhen Lemina hər ikisi də zədələnməyə çox açıq futbolçulardır. Və Afrikalılar. Getdilər. Necə tandem yaratdı. Və 10 gün sonra gedirlər Afrika çempionatına. Sağollaşdıq. Bu necə bir planlamadır? 75 milyon Afrikalı futbolçuya sən pul vermirsən də və sən bilmirsən necə olacaq. Görsən Guardiola. Onun üçün də oynatmır. Elə çıxdı az oynayır mümkün qədər. Guardiola iletişili eləyir. Bilsən məsələn. Planlama pis də olsa, biz bunu danışmışıq da, bunu bilirik. Tamam, amma sən əlində olan resurslarla belə oyunlarda nəticə çıxarmalısan. Biz səndən City-ni udmaq Biz də istəmirik. oynayırıq da bayaq. Səndən Real udmaq istəmirik. Hətta bu oyunlarda nəticə çıxarmalıyıq. Yəni Nə qədər nəticə çıxarmalıyıq ki biz? Bir nəticə çıxartdıq, bitirək də nəticə çıxarmağı. Artıq nəticəni alaq da biz. Nə qədər mən o mənada yox. Uğurlu Yəni nəticə. qalib gəlib və heç çıxıb xal götürməlidir. O Hə. mənasında deyirəm. Yəni nəticə onsuz da buradan nə götürəcəksən? Ha Galatasaray niyə xal ala Bilməmişik. bilmir ki? Yəni niyə bilsə necədir? Bir dənə söz var. Çempionlar Liqasında vacib şey nədir? Motto nədir? Qələbə qazana bilmirsənsə uduzma. Aha. Ya bir xal götür də. Sən Saint-Gilloa ilə Monaco-dan bir xal götürsəydin, sən artıq ilk 24-də Çox yerin rahat. bəlli idi. Bir ay qabaq Galatasaray ilk 8-ə düşürdü ha bu arada. Yadınızdadır da Hə, yəqin ki. salırdı. İlk 8-ə düşürdü. Uçmayacaq. Düşdü. Sanmayacaksın. Sanmayacaksın. Uçmayacaksın. Sanmayacaksın. Biraz uçurduq. Hə, özü deyirdik ki, çox realdır belə gözləntinin olması falan. Monaco-nun Saint-Gilloa-nı uda bilər. Yəni hər iki vacib Bir də- oyundan düzdür. Sən sevinirdin ki, Galatasaray zaten böyük klublara qarşı oynaya bilirdi. Zəif klublardaydı problem. Bunu da artıq Elə də oldu. düzəldiyini Bodoyla düşünürəm. düzəltmişdik. Hə, düzəltməmişdiniz. Düzəltmək. Hələ ki həlli olmuyor. Türk məşqçilər bu turda sinifdə qaldılar həqiqətən də. Yəni bu turda hər ikisi sinifdə qaldı. Bəli, gələn turla Atletikolar gəlir. Salam. Nə düşünürsünüz? City-lər gəlir. Mən düşünmək istəmirəm. Mən söndürürəm düşüncə. Əslində bu il çox uyğundur. Məncə, yəni alınacaq bir xal belə bəs eləyir Qalatasaraya 24-də qalması üçün. Son 24-cünün neçə xal alacağını düşünürsən? 9-dan çıxa bilər? Yoxsa 10? 9-dan çıxa bilər. Çünki çox qarışıqdır. Keçənki kimi deyil. Keçən il belə deyək də üst sıralar, alt sıralar bir-birlərinə çox rəqabətdə idilər, orta ilə alt sıralar. Bu il elə deyil. Baxırsan ki, Ajaxın 3 xalı var, digərinin də 3 xalı var, 4 xalı var, 5 xalı var falan. Yəni risklər çoxdur. Fərq 11 çox xalla belə azdır. çıxmaya bilərsən. Yox. Benfica belə 2 oyun utdu, o da уже Realda çıxmaz. Benfica məsələn mən də o deyirəm ki, Benfica bundan sonra Tottenhamla oyunu qalıb. Bir deyəsən Realla oyunu qalıb ya da Barcelona ilə oyunu qalıb da. Yəni 2 dənə güclü oyunu qalıb da. Bu artıq getdi işini dalayacaq. Belə çıxa bilər. Qarışıqlıqdır. Amma bu oyundan Çox təbii ki, qarışıqdır. çıxa bilməz. Yəni City sən ilə ən salı düşün ki, Galatasaray hər iki Heç bir oyunda xal 0 xal almadı. alacaq. Çox da real bir 9 situasiyadır. Çox real. Atletico real. Madrid Və və City. Manchester City. City və City-də Və Atletico Madridin də, City-nin də vəziyyəti ideal deyil cədvəldə. Deyil. Yəni onlar da xal almağa təbii ki. gələcəklər. Və Məsələn City bunlar. bir sənədir. Birazdan City-ni boş verir. Atletico Madrid sən nə edəcək? Atletico Madrid. İnşallah ki Galatasaray ümid edirəm ki nəticəni alar. Azərbaycan klubu, Qarabağda Türk klubu Qalatasarayda üzümüzü güldürər inşallah. Bizim İnşallah. üzümüzü güldürən sadəcə komandalarımızın qalibiyyəti deyil, eyni zamanda sizin kanala abunə olmağınızdır və rəy yazmağınızdır. Bu məsələləri də həll eləyə like qoymağınızdır və bütün sosial şəbəkədə bizi izləməyinizdir. Tamam. Sizdən xahişimiz budur və davam edirik. Inter Liverpool. Inter Liverpooldan danışaq biraz. İndi də biraz rəsm gülsün. Bax Cavid, bu Çox pis. talih deyək, karma deyək, nə bilim sən Karma deyək. həm bir interaza keçirsən, həm də slotun bu qədər. Sevənsən. Slotu nə bilim öz qohum əqrəbası bu qədər sevmir. Bu qədər slotu sevdin. Slota son şans. İstifadə Ala. elədi şansıdır Tut Inter. gəldi. Ala. Digit. Hə, nə oldu? Təəssüratlar necədir? Yenə deyirəm, keçən dəfələrdə demişdim. Inter məğlub oldu, tamam.
Lakin Inter məğlub olduğu heç bir böyük oyunda, bu sezon hansı böyük oyunlar olub? Atletico ilə oyun olmuşdu. Napolini də sayaq, liqada tamam, Milanı sayaq. Heç bir oyunda pis oynamadı. Heç bir oyunda sən deməzdin ki, bu klub məğlub olmağa layiq idi. Bu birinci məsələ. Bu söhbətlər hamısı kiçik klubların təsəllisidir. Oyun göstər, səhərə qədər oyun göstər. Liverpool da düşünürsən ki, yaxşı oyun göstərir də. Nəticə ala bilməyəndən sonra sən oyunu heç içmə lazım deyil. Özəlliklə bu qədər titullara alışmış klublara. Oyunun əvvəlindən hər iki komandanın baş məşqçisi heç bir şeyə razı idi. Bir dənə mənfi tərəf bunu deyərdi. Yəni Inter sən buna razılaşmalı deyildin, tamam. Yəni sən qələbəyə oynamalıydın, xüsusilə də öz evində. Amma razı idi. Oyun özü də belə deyim də dinamik keçmirdi, çox sakit keçirdi, yavaş keçirdi. İkinci məsələ Çalxanoğlu ilə Çerbi zədələndi. Birinci hissədə getdilər. Orada da sistem pozulmuş oldu. Ondan sonra sondakı verilən penaltini də deyə. Yəni 50-50 epizoddur, tamam. Amma mən nə qədər belə epizodlar görmüşəm ki, penalti verilmir. Məncə deyil. Penal deyil. Deyil məncə. Məncə də deyil. Nə qədər də belə epizodlar Səncə zaten olur. deyil. Yəni yox, haqqına penal olsa verilsin. Tamam, mən bir şey demirəm. Amma yenə deyirəm, belə epizodlarda nə qədər olub və heç birində penalti verilməyibsə, niyə sən burada verirsən? 7 dəqiqə bu epizodu incələdilər. Bu hakimlər hara baxır? Bu hakimlər niyə Çempionlar Liqasında hakimlik eləyir? Hakimin sonunda qərarda fikir verirsən, sonda baxır, öz gedib baxırdı. 7 dəqiqə keçib. Axırda kapitanları çağırır. Van Dijk'la Martinez'i. Mən elə bildim şey olacaq, o hokeydə olur, deyir. Tamam, Van Dijk sənin oyunçuna sarı verirəm simulyasiyaya görə, amma sizə də penal verirəm də falan. Yəni elə bildim ki, elə bir şey olacaq da yəni. Taş kağıt makas. O da ola bilərdi. Gözündən qorxu görünürdü də, yəni. Konkret yəni çağırdı ki, desin ki, bax, indi qərar verəcəm. İnciməyin də. Yəni belə bir situasiya yarandı. Ya biraz sən də Liverpool tərəfdən bax, Rəsul. Slot qaldı Liverpoolda. Slot qalmamalıdır. Slot getməlidir. Yox, bəlkə Qabəs qaldı. Hə, yox qaldı. Inter o rəqib idi. Inter o rəqib idi. Bəli, Çempionlar Liqasıdır. Və Slot təbii ki, Liverpool səviyyəli məşqçi deyil. Slot məşqçi deyil. Slotun səhvləri çoxdur. Burada yəni oyunu biz hakimin verdiyi qərara görə kölgə salmamalıyıq da. Həm Inter tərəfdən Çivu, həm də Slot tərəfdən çox darıxdırıcı, çox həvəslə gözləyib də çox darıxdırıcı. Yəni normaldır da, sən təsəvvürlə Slotsan, sən son 6 oyunda 14 dənə top buraxmısan. Sən nə edəcəksən maksimum? Oyunu qurudacaqsan ki, xal al. O məqsədi nə idi? Xal almaq, uduzmamaq. Təbii ki, və səfərdəsən. Yəni o qədər sən Yox, problemlərin təbii ki, ola-ola sən gəl bir dənə də Inter uduz. Yəni heç bir şey düzəlməyəcək. Onunla da deyəcəklər sağ ol. Bir də biraz məsələyə başqa tərəfdən baxmaq istəyirəm. Rəsul, bu Salah problemi nə problemdir? Belə Liverpool yaşayır. Orada günah Salahdadır, Slotdadır, Van Dijkdadır, kimdədir də olar? Nədir problem? Mənim Slot olan qəzəbimi, hissimi, nifrətimi bir kənara qoyub deyə bilərəm ki, Salah son klubun mövsümündə də bir klubla bir mübahisə yaşamış. Konflikt. Hətta bir oyunda da konflikt yaşamışlar. Belə bir-birini itələdilər falan filan klubla. Yəni bu Şimali Afrikalılarda öyrəşdiyimiz bir problemdir, belə deyək. Sadəcə Salah illərdir tipik o necə deyək, Misirli kimi davranmırdı. Təbii ki. Çox peşəkar idi, peşəkar özünə davranırdı. baxırdı. Yəni indi durub açıqlamalar verməsi, ay nə bilim və bir oyunçu heç vaxt gəlib şey eləməməlidir. Sən lap komandadan göndərilsən belə, əgər sən özə böyük oyunçu və kluba böyük hörmətin varsa, onu bildirməməlisən. Adam gəlir Liverpoolun oyunda oturur, bomboş kimi oturur. Baxırsan ki, o şey geyinib belə kurtka geyinib falan. Bu istər-istəməz Son azarkeşlərin oyunda da də gəlməmişdi. komandanın da hər ikisi Gətirməmişdi. təsir edir. Bu şəkildə davranış. Neqativ enerji yayır, əlbəttə. Təbii ki, Salah Liverpool tarixində iz qoymuş böyük oyunçudur, Bəli. amma heç bir oyunçu da Klubdan böyük deyil, sənin sözündür bu. Həm. Və yəni o boyda Ronaldonu yuxalayırlar. O boyda Ronaldonun özünü Juventusda ehtiyata atırlar bir oyunluq, Pirlo gələn vaxtı, Sarri gələn vaxtı həm də. Ya bu bildirir ki, klubun böyüklüyüdür və Liverpool da çox böyük klubdur, çox tarixli klubdur. Bundan sonra artıq inanmıram ki, yenidən əlaqələr qurulsun, keçmişi unudaq. Bəli. Çox pis. Bəs Salahla Liverpool arasındakı o problem deyək də, buradan qazanclı səncə kim çıxacaq? Yəni mən belə bir şey. Daha zərərli. Galatasaray. Yox, yəqin ki, Daha Ərəbistana zərərli kim qədər daha zərərli təbii ki, Salah çıxacaq. Yəni şeylərə baxıram, Salahın açıqlaması, bu arada məncə açıqlama çox mənasız idi. Çox. Və bu bir daha sübut eləyir ki, futbolda əbədi heç nə yoxdur. Yəni sənə layiqincə təqdir veriləndən sonra göndərməlidir. Yəni bu qədər. Yəni məncə futbol Sən tarixində qalmamalısan. şəxs olaraq düşünək.
Neymarın qalxdığı zirvəyə ki, Barcelona PSG oyunu, daha sonrasında PSG-ni finala apardığı il falan. Salah da hardasa ordadır və kimlərə görə daha üstün ola bilər, kimlərə görə şey ola bilər. Mənə görə eynidir. Və Neymar bu dəqiqə Santos-da zədəli ola girir, 3 oyunda dalbadal oynayır, adamın zədəsi var ki, klubu qalsın liqada. Özünü sübut eləməyə çalışır bir yandan ki, Braziliyaya onu götürsünlər. Hətta o disiplinsiz Neymar. Disiplinsiz Neymar belə özünü sübut eləməyə can atır. Durub indi belə aslava vermək boşdur. Yəni bir də belə bir şey də deyim, Salah keçən il müqaviləsi yeniləndə axırda çox böyük kosmik rəqəmlər almağa başladı. Ondan sonra artıq çöküşə getdi. Yəni özünə razılıq deyə o hissədə mən bu klubun əfsanəsi, mən o qədər yaxşı oynayıram ki, mən məsələn effort verməyimə də ehtiyac yoxdur o məsələlərlə. O keçən il çəkilmiş bir film var idi, Oscar da almışdı, Oppenheimer. Yadınızdadır da, Oppenheimer'ın giriş səhnəsində bir dənə söz gəlir. İndi mən onu ingiliscə, türkcə deyim, onu anlayaq da deyir. Güc yozlaşdırır, mutlaq güc mutlaka yozlaşdırır. Qəşəng. Yəni Salah sanki o sən demiş o güc zəhərlənməsini çox yaşayır həqiqətən. Aynen. Ümumiyyətlə müqavilə bağlamaq yanlış olduğunu düşünürsən də sən? Məncə yanlış idi Mən və ondan düşünmürəm. sonra artıq. Niyə Yox, yanlış? çox qəşəng oynayırdı da. Çox qəşəng. Müqavilə bağlanandan sonra Sadəcə qəşəng burada oynadı. bir şey də Xeyr. adam özünə yedirməlidir ki, bu məşqçidir. Bu məşqçi qərarları var və faktiki olaraq Salah sənə də qədər şans verdilər oyunlarda. Sən oyunda heç də edə bilmirsən. Doğrula Səni bilməli. indi atırlarsa ehtiyata, adam sistem üzərində fikirləşir də. Adam yeni bir şeylər Və yoxlamağa Slot çalışır. necə səliqəli çıxdı bu situasiyadan. Yəni Çıxdı ki, çıxdı da. Yəni Yəni, necə yəni? Salahın bu açıqlamandan sonra, yəni Salah bilmirəm bu açıqlamanı verib gözləyirdi ki, rəhbərlik onu dəstək eləsin və Slotu göndərsinlər. Xeyr, rəhbərlik Slotun tərəfindədir bu bir. İkinci məsələ, Slot bu açıqlamadan sonra konfransda, yəni intervyu verən zaman bütün intervyulara cavab verdi əvvəldən axıra və bütün intervyu sualları Salahla bağlı idi və hər birinə də təmkinli, sakit şəkildə Salahla o əlaqələri kəsmə üzərindən Pozmalı. yox. Demək ki, bəs mən ondan gözləmirdim belə şeyləri. O bizim bir oyunçudur Küstüm falan ona, filan. Yəni yəni Slot maksimum dərəcədə sakitdir. Bu qədər təzyiq var. Və oyunda da fikir versəz, o mimikalarına baxın və s. Interlə oyuna söhbət gedir. Yəni özünü itirmiş kimi göstərməyə qətiyyən o tərəfdə deyildi. Yəni sanki Çünki mən hər şeyi məsuliyyətli idarə şəxsdir, edirəm. məsul şəxsdir. Komandadan Yəni də sən bu qədər problemdə, Onda yəni 10 Slot'u bu qədər məşqçidən tənqid edirsən amma- Amma bu özəlliyi varmış. Bəli. ya 10 məşqçidən 8-i bu qədər situasiyada özünü itirərdi. O qədər də nümunələrimiz var. Amma Slot itirmədi. Ha, məsələ bunda. Bu arada bu sən dedin nə Slot aradan yaxşı çıxdı da. Bu Çempionlar Liqasında həmişə aradan çıxmağı bacaran Chelsea klubu da var. Nəinki Çempionlar Liqasında, elə liqanın özündə də. Həqiqətən uduzayır. Heç bu haqqında danışmır. Yəni Chelsea, Chelsea abi, yəni hər həftə elə bir situasiyalar, elə bir hadisələr olur Aləm ki, Chelsea gəlir aradan keçir. Heç kim Chelsea haqqında Bizim başımız danışmır. El Clasico'ya qarışır, gah Salah'a qarışır, başa düşdün. Allah, yəni halal olsun. Halal da. Və bilmirəm. Yəni Maresca qəşəng rotasiyaya gedə bilən məşqçidir. Oyunçuları qoruya bilən məşqçidir. Amma ki heç özünü də qoruya bilmir də. Yəni pis gündə oyun oynayırlar və uduzurlar. Yəni şey deyim, biz həmişə hər bir şeydən danışırıq. Axırda bir dənə deyirik ki, Chelsea də uduzlayır. Sən belə demir. Yəni heç görünmür də, heç bir şey. Yəni Chelsea pis vəziyyətdədir. Chelsea pis vəziyyətdə deyil bu arada. Chelsea məncə Çox pis vəziyyətdə idi. Məncə Chelsea Ona pis arada oynamalıdır. Şeydə Perez Konfransda. yaratmaq istəyirdi Super Liqa. Hə. Və orada oynamalı. Niyə? Güclü rəqiblər hamısını uduz, zəifləri uduz. Məncə yəni Chelsea zaten pis gündə idi. Maresca oranı qaldırdı və indi artıq oyunların qızğın vaxtında biraz büdrəmələri normaldır. Amma yəni də yəni mən gözləyirəm ilk 3 olacaqlar öz liqlərində. İnşallah. Premier Liqada və Çempionlar Liqasında 8-də 1-ə falan rahat gələcəklər. Okey, dostlar siz də yazın bu Salah Liverpool söhbətlərinin axırı necə olacaq? Sizin fikirləriniz necədir və Chelsea-nin hətta belə aradan sıyrılması necə baş verir? Biz isə danışaq son oyunumuzdan, mərkəzi görüşdən, nə mərkəzi görüş, Çempionlar Liqasının finalı ola biləcək bir oyundan. Səviyyə. Əynində də formasının geyimi səhnəsi. Manchester City Real Madrid uddu. Biz təəccüblənək buna yoxsa 7 gözlənilən idi? 7 Allah Yemədi, utdu. xeyr. 7. Sən bir eyni oyundan danışdın. Hə, eyni oyundan danışır. 7 biraz danış görək. oyunçu var. Yeyib zad yemədi. Doku dəhşətdir. Doku neynir? Doku neynir? Doku neynəmir? Valverde bir daha şeylədi. Valverde uçdu. Və oyunda təbii ki, indi burada Realın öz problemləri, məşqçi oyunçular problemi bunu qoyuruq bir kənara. Oyun çox qəşəng idi. Yəni oyunçular Bəli, çox bəli. süper. Süper. Oyunçular çox süper oynayırdılar. Həqiqətən turnirin finalına layiq Yəni olacaq bir oyun. Türkiyə çox gözəl oyunçudur. Dəhşət gözəl. Allah sırf ona Amma baxmışsa- Guardiola bəyənmədi Çerkini.
Guardiola bəyənmir. Onun o Rabona ilə pası var deyə keçən həftə Premier League-də. Spama vermişdi. Bu adam hər yeri Messi-ni soxmalıdır. Mən Messi-ni görməmişəm. Elgin necə onu Mendes sevmir. O da Zarafatsız sevir. Elgin də bizim də Mendesi çox sevir, amma Guardiola Messi eşqi bilmir. Yo, yo, Çerki o- orada nə eləyir? Deyir ki, yox mən Çerki yaraşdırmalı. Messi belə eləmir də bunu. Yəni dəhşət. Saqqal saxlamır Həqiqətən. Messi. Amma gəl belə danışaq da, Real Madridin heyəti nə qədər tam idi, nə qədər biz Real Madriddən gözləyirdik. Real Madrid Çempionlar Liqasının komandasıdır. Real Madrid ən pis heyətə məxsus olduğu dövrdə belə Çempionlar Liqasını qazanmış komandadır. Uduzduğu oyunlarda belə 90 pluslarda vurduğu qollarla çempionluğu gətirmiş bir komandadır. Yəni mən Real Madriddir, Çempionlar Liqasında hər şey gözləyirəm. Xavi Alonso Rodrigo'nu ısrarla oynadır. Çox belə dirəşir bunun üstündə və nəticəsində aldı, qol vurdu Rodrigo. Rodrigo qəşəng oynadı bu arada. Qəşəng oynadı. Rodrigo 32 oyundan sonra ilk dəfə 2 gol vurdu. Rodrigo qəşəng oynadı. Burada əsas problem Nəticə də aldı, bəli. futbolçuların və Bellingham problemi var. Bu barizdir bu da ki, Bellingham gələndən sonra Mbappe və Arda Güler sönür. Ya burada Mbappe nə mənada sönür? Arda Güler söndüyünə görə Mbappe sönür. Onun oldu niyə burnunda tanışdı? Özümə burun tutuldu danışa. Abi xəstə. Bayaqda birdən-birə belə ya. kəsmək də istəmirəm. Aha, Elgin Sabir eləyər. Ciddi dəsən də. Ərtə Zamela. O da çox sevdim. Allah. Allah öldü. Edelim də ki bayılacaq. Hə, burada əsas problem məncə Realın oyunçularındadır. Buyur Cavid, Real oyunçular barəsində danış. Real'ın oyuncularında olduğunu düşünür problemim. İndi sən bu məşqçiləri ümumiyyətlə çox sevən bir tipaj oldun da artıq. Slotu sevirsən, Xavi Alonso sevirsən. Çox sevirəm. Xavi Alonso da səbirli Çox olaq sevirəm. gözləyək. Xabi Alonso, Neynəsin? bir şey deyim. Xabi Alonso ilin əvvəlindən gələndən məqsədi nə idi? Sistem komanda qurmaqdır özünə. Tamam. Və sistem komanda qurmaq 1-2 ayın işi deyil. Real Madrid indiyə kimi oynadığı yəni oyunlarda heç vaxt sistemli şəkildə oynamayıb. Əsas Ancelotti nə şəkildə oynamağı sevirdi? İmprovizasiya, güvən verirdi qabaqda hücumda oynayan Tamam. oyunçulara. Təbii ki, müəyyən sistem var, amma yəni qabaqda maksimum şəkildə improvizasiya oynadılar. Sırf oyunçuların fərdi bacarıqlarına görə hücumlar quran və 5 dənə çeylə qazanan son illərdə 5 dənə çeylə qazanan klubdur. Tamam. Və Xabi Alonso və son illərdə tendensiyada hara gedir? Sistem qurmağa. Xabi Alonso da sistem qurmağa gəlir. Lakin bu oyun Xabi Alonso yəni əlində olan resurslara görə o sistemin effektiv şəkildə işləməyəcəyini gördüyünə görə 10 addım geri atdı. Neynədi? Yenə də qabaqdakı oyunçulara, xüsusilə Rodrigo, Vinicius'a improvizasiya eləməyi buraxdı. Yəni hər ikisi belə deyək də bir-birlərinə uyğun oynamağa başladılar və Real Madrid bu oyun, yəni çox yenə də deyəcəm, müəyyən epizodlar oldu ki, yaradırdı, amma qapıya zərbə vurmurdu. Quru statistikalara baxsaq deyərsiniz ki, Real Madrid az zərbə vurub, amma yaradan o big şans deyirik. Onlar çox idi. Bitiricilik yox idi, Mbappe yox idi oyunda. Yəni Mbappe çox vacib bir əslində kriteriyadır oyunda olmaq üçün. Bu qədər Mbappe'yə bağlı bir komanda, Real Madrid bir oyunçuya bağlı qalmalıdır. Sən Real Madrid həmişə bir neçə Yoxsa oyunçuya Mbappe bağlı o olan komanda kateqoriyada olub. deyil. Yox, Real Madrid həmişə bir oyunçuya bağlı olan komanda olub, bir neçə oyunçuya deyil. Onda Həmişə Real belə. Madrid üçün önəmli olan yaxşı məşqçi deyil də, yaxşı futbolçulardır. Daha çox məşqçi motivator olmalıdır. Ancelotti, Zidane Ulduzları həmişə yığırsan. ulduzları idarə edən avtoritet olmalıdır və mən inanıram ki, Xabi Alonso da avtoritetlərdən biridir. Sadəcə müəyyən vaxt lazımdır. Qanuni. Qanuni Hələ 2 tur var. Çempion Liqası davam edir tam sürətli şəkildə. Artıq bir də yanvardadır. xeyli komandaların talihləri bəlli oldu bir yandan, amma özəlliklə bizim coğrafiyalarımız üçün hələ şanslar davam edir və bizim üçün maraqlı oyunlar qabaqdadır. İnşallah ki, təmsilçilərimiz növbəti mərhələyə çıxarlar. Bu gün çox danışdıq, Çempion Liqası maraqlı oyunlarını danışdıq. Cavidlə Rəsula təşəkkür edirəm. Boğazlarını yordular. Rəsul hətta burnunu da yordu. Biraz burnunu da yordu. Sizlərdən də xahiş ediyoruz, fikirlərinizi yazın dostlar. Alonso sizcə necə məşqçidir? Mbappe'nin bu zədə olma məsələsi Real Madrid nə qədər zərər vuracaq? Fikirlərinizi gözləyirik. Zaten video bura kimi baxmısınızsa, abunə like məsələlərini həll etdiyimizi düşünürəm. Bu arada videolarımızın statistikasına hər dəfə baxırıq. Abunə olmayıb izləyənlərin sayı daha çoxdur. Bizi qəşəng izləyirsiniz, təşəkkürlər sizə. Amma orada subscribe, abunə ol, hansı dildə istifadə edirsinizsə ona zəhmət olmasa basın və növbəti videolarımızdan xəbərdar olun. Bizi hələ çox görəcəksiniz. Hələlik dostlar. Hələlik.